Necə Quran deyir, vəl əsr innəl insana ləfi xusur. And olsun əsrə, insan ziyandadır, xəsarətdədir. İlla. Hansı insanlar ziyan görməyəcək, xəsarət görməyəcək? İlla, istisna. Bu sifətlər, indi deyəcək Allah, bu sifətləri olanlar ziyana uğramazlar. Hansılardır? İlləl-ləzina amanu, iman gətirib. Və əmilu salihat, və əməli salihdirlər, salih işlər görürlər, yaxşı işlər görürlər. Və təvasav bil haqq, və təvasav bil səbr. Bir-birlərinə haqqı tövsiyə edirlər. Bir-birlərinə səbri tövsiyə edirlər. Siz and verirəm Allaha. Bir-birlərinə haqqı tövsiyə eləmək və salih əməldir. Hə? Sual. Salih əməldir. Bir-birinə səbri tövsiyə eləmək salih əməldir. Allah demişdi də ayənin əvvəlində də, o kəslər ki iman gətirib əməli salihdirlər, salih görürlər. Qutarmışdı da. Niyə ayırdı? Niyə sonra ayırdı iki dənəni əməli salihin içindən çıxartdı? Dedi və təvasav bil haqq və bunları xüsusi vurğuladı. Nə üçün? Heç buna fikirləşmisiniz? Ona görə ki xəsarətdə olmamaq üçün, ziyana uğramamaq üçün, ziyan görməmək üçün, hə? Bir-birinə haqqı tövsiyə eləmək önəmlidir. Özə demir, haqda olanlar. Deyir, bir-birlərinə haqqı tövsiyə edirlər. Bir-birlərinə səbri tövsiyə edirlər. Biz bir-birimizə səbri tövsiyə edirik. Əksinə, səbri olanın da səbrin kəsirik. Səbri olanın da səbrin kəsirik. O qədər ona iradə edilir ki, yazıq o da səbirdən çıxır. Məcbur onu səbirdən çıxardırıq. Amma Allah deyir ki, bir-birlərinə səbri tövsiyə edərlər. Bir-birlərinə haqqı tövsiyə edərlər. Haqqı tövsiyə edirik biz bir-birimizə. Bir nəfər indi ya bilərəkdən, ya bilməyərəkdən bir dənə iş görsün, bizim nəzərimizdə o səhv olsun, xəta olsun. Vay! Dindən çıxardacaq onu, fasik, kafir, məl'un, bütün o nöqsanlı cəhənnəm əhlinin sifətlərini verəcək ona. Amma Allah demişdi, bir-birlərinə haqqı tövsiyə edərlər, bir-birlərinə səbri tövsiyə edərlər. Onda nicat taparsınız, onda xəsarətə uğramarsınız. Yəni, bir-birlərinə dəstək olarlar, bir-birlərinə kömək olarlar, bir-birlərinə ruh yüksəkliyi verərlər. Bu deməkdir, bir-birlərinə səbri tövsiyə eləmək. Yoxsa mən deyim sizə səbir, sən məndən səbir. Yox, bu yox. Bir-birlərinə səbri tövsiyə edərlər, yəni bir-birlərinə ruh yüksəkliyi verərlər. Daha onu belə kəsməzlər onun bütün ruhiyyəsində. Yox, düzələn deyil. Bəlkə düzəldi, yox. Sən Allaha iman gətirməmişsən. Sən imam zamanı gözləmirsən. Sən demirsən ki, mən dünya ədalətlə dolacaq. Ben nədir? Yox.